Canından düşen şehitlerimizi bir dəqiqəlik sükutla yad edirik. Allah rəhmət eləsin. Xocalı soyqırımını Holokostla, Hirosimanla, Xatınla müqayisə etmək olar. 20-ci əsrdə Azərbaycan xalqının üzləşdiyi bu faciəni, yəqin ki, bu qəddarlıq baxımından mən düşünürəm ki, bəşəriyyətin ən belə deyək də faciəvi bir qətl kimi səciyyələndirmək olar. Xocalı soyqırımının günahsız qurbanlarının qanı yerdə qalmadı. Vətən müharibəsində bizim Ali Başkomandan Cənab İlham Əliyevin düşünülmüş strategiyası və taktikası nəticəsində və rəşadətli Azərbaycan ordusunun mən deyərdim bu yenilməz qəhrəmanlıq ruhu sayəsində bizim itirilmiş torpaqlar geri qaytarıldı. Xəbər oldu ki, Xocalıda bir mövzu olubdu və özümü çatdırdım Bakıya o zaman 92 Martın əvvəlləri idi. Ta Ağdama kimi yenə. Ağdamda o ki mən gördüm, hələ də yadımdadır, neçə yüz insan ki Xocalıdan bunlar çıxa bilib gəlmişdilər. Sonra mən bu mövzunu devam apardım. Çünki bilirsiniz, bu işdə hər insan ki biz görürük bu cür şəraitdə fəqət foto çəkmək deyil, bunların yaşayışı, bunların sözü bir odur ki, bir millət ki, ona zülm olur və onun səsi dünyaya çatmır. Onları gedib mən çəkmişəm. Fotoqraf olubdur dünyanın böyük bir incəsənət mövzusu və bir dildir ki, bütün dünya hamı onu bacarır. Bir dildir dünyadakı. Demək olar, universal dil olubdur. Ona görə başına gəlmiş dəhşəti elə özlüyündə tamlığı ilə qəbul edək və bunu öyrənək, gələcək nəsillərə ötürək. Xocalı soyqırımı fevralın 25-dən ünvanını keçən gecə Sovet ordusunun 366-cı Motatıcı alayının aktiv iştirakı ilə erməni qoşunları tərəfindən törədilmiş cinayətdir. Bu cümlənin də elə olduğu kimi biz başa düşüb, gələcəkdə olduğu kimi buna qarşı özümüzü, xalqımızı və birliyimizi qoruyub saxlamalıyıq. Şad olsun bu şehitlerin. Gözü sil oldu, sil, ay hocam. Müzəffər ordumuz dadına yetti. Düşməni bir günə tarumar etdi. İllərin həsrəti sonunda bitti. Çoxdan gözləmirdik. Gəl, ay hocam.
dağların başında durdu. Dumana